Ya Allah. Ya Allah, deməli masajın girişində 2,5 sotun içərisində tam şəxsi tikili 240 kvadrat evimiz bugün satışa çıxır. Evin mərtəbə arası monolit beton, şəxsi tikili. Bir sözlə çox ideal bir arazi, çox ideal bir yerdə yerləşir evimiz. Evimizi təqdimat edir. Həzi evimiz harda yerləşir? Masajın düz girişində. Əsas yolun məsafəsi 150 metr. 100 metrə. Masajı dairəsində evimiz. Bax. Evimiz Bu yol, bu qapıdan çıxdı. Baba, bu qapıdan çıxdı. Qoy bir dənə makro qardaşını çəkək, qoy. Geniş planda. Evimiz də çəkək geniş planda. Bax, düz bu qapının qarşısından marşrut xətti. Bax, hörmətli xanacıq. Yolun da hündür tərəfində yerləşir evimiz. Evimiz şəxsi tikilidir. Çox gözəl evdir, həddən artıq. 5 otağı yuxarıda, 5 aşağıda otağıdır. Sol tərəfi yoldur, sağ tərəfi isə məsafə saxlanılıb. Burada əlavə sanitar qovşağı var. Daxil olduq evimizin içinə. İnşallah ev olmayan insanlar Allah Taala belə gözəl evlər qismət etsin. Belə bir gözəl bir evimizin geniş koridor sistemidir. 2 metrdən çox geniş koridor sistemidir. Sol tərəfdə stil sistemidir. Sağda ikinci mərtəbəmizə qalxan pilləkəndir. Birinci mərtəbəsində qonaq otağımız, solda mətbəximiz, sağda isə yataq otağı və burada sağ tərəfdə isə evimizin sanitar qovşağıdır. Və bu sanitar qovşağının yeri istiqbolla təsis olunub. Xatırladım ki, evimiz 4 dövrəmli qoşadaş, pəncərə düşən tərəf, düşməyən tərəf hamısı qoşadaşla inşa olunub. Bax, belə bir gözəl bir qonaq otağı burada mövcuddur. Pəncərəsi birbaşa yola baxır. Geniş belə bir gözəllikdir. Evimiz ümumiyyətlə 240 kvadrat 6 otaqdan ibarətdir. Psixoloji pəncərədə sol tərəfdə, sağ tərəfdə pəncərə mövcuddur. Hörmətli kanal izləyicilərimiz. Bir də bax buradan görsədim. Sağda evimizin bax belə bir geniş bir qonaq mətbəxidir. Bax görə bilərsiniz. Mətbəximiz demək olar ki, bir qonaq otağı boydadır. Yəni burada mətbəx mübiyğildən savayı rahatçılıqla burada stol qobrasını nahar edə bilirsiniz və pəncərəsi birbaşa öz həyətinə baxır. Evimiz həqiqətən çox gözəl evdir, çox geniş evdir. 240 kvadrat ümumi tikinti sahəsi, 2 sot yan torpaq sahəsinin üzərində inşa olunub. Burası isə birinci mərtəbədə yerləşən yataq otaqlarından biridir. İndi isə mən sizə ikinci mərtəbəsindən tanış edim. Pilləkənimizin altı hər zaman kimi qardirobda, kladovkadır. Əlavə əşyalar oraya yığılır. Ümumiyyətlə 6 otaqdır. Birinci mərtəbədə 2 otaq və ondan sonra da ümumiyyətlə mətbəx və sanitar qovşağıdır. Burada isə 1, 2, 3, 4 dənə yataq otağı, sağda sanitar qovşağı və burada